Salam, axşamınız xeyir olsun. Mən Sevan Əmrahova. Bu gün sizə 2 noyabr Kaspi kursunun informatika fənni üzrə 11-ci sinifləri keçirdiyi sınaq imtahanının nəticələrini izahını verəcəm. Gəlin başlayaq birinci sualımızdan. Deməli, mərkəzi prosesorun işləmə sürətini təyin edən əsas göstərici onun takt tezliyidir. Və takt tezliyinin tərifini biz demişdik ki, sizlə takt tezliyi 1 saniyədə yerinə yetirilən sadə əməliyyatların sayıdır. Megahertz və yaxud da gigahertz ilə təyin olunur. Deməli, doğru cavabımız bizdə C variantı olmuş olacaq. Keçək növbəti sual tiplərimizə baxaq. Deməli, deyir əsası P olan say sistemində Y və P ardıcıl rəqəmlərdirsə və Y kiçikdir P olarsa Y-in qiymətini müəyyən edin. Bu şərt bizə verilsə də, verilməsə də biz onsuz o şərti özümüz düşünməliyik. Çünki bizim say sistemimizin əsası burada iştirak edən say sistemlərindən bir vahid böyük olur. Yəni bizdə tutaq ki, deyir ki, 8-lik say sistemində ən böyük ədəd nədir? Biz onu n-1 qaydası ilə götürüb deyirik ki, 7. Təbii ki, yəni bizim buradakı rəqəmlərimiz say sistemimizdən kiçik olmalıdır. İndi baxaq, burada da variantlarımızın içərisində görürük, ən kiçik 6-dır. Başlayaq 6-dan hesablaya gedək. Deməli, tutaq ki, Y-yə 6 qəbul eləsək, say sistemimiz 7-lik say sistemində olmalıdır. Gəlin indi baxaq, 4, 6, 3, 7-lik say sistemində. Bundan çıxırıq 3, 6, 2-ni 7-lik say sistemində. Sonradan 10-luq say sisteminə çevirəcəyik ki, görək buradakı cavab alırıqmı, yoxsa yox. 3-dən 2 çıxanda 1, 6-dan 6 çıxanda 0, 4-dən 3 çıxanda 1. 7-lik say sistemi. Bunu 10-luq say sisteminə çevirməliyik. 0, 1, 2. Verəcək 1 vurulsun 7-nin kvadratı 49 plus 0 plus 1 vurulsun 7 üstü 0 da 1-ə bərabər. Həqiqətən də biz burada 50-ni aldıq. 50-ni Y-in hansı qiymətində almışdıq? Elə 6 qiymətində. Üçüncü sualımız. Bizə verilib 1984. Heç variantlara baxmayaq. Gəlin əvvəlcə özümüz 1984-ü yazmağa çalışaq. 1900-ü yazmaq üçün əvvəlcə biz 1M, sonra bu oldu minimiz. 900-ü yazmaq üçün CM-dən istifadə edəcək. Bu verəcək bizə 900-ü. 84-ü yazmaq üçün isə bir dənə L-dən, 3 dənə X-dan istifadə edəcək. 4-ü yazmaq üçün isə 5 və 1-dən istifadə edirik. Deməli, baxaq görək variantlarımızın arasında belə bir cavab varmı? Aha, baxın, elə doğru cavabımız hansıymış? A variantı imiş. Sonra keçək digər suallara. Rəsmi xəbər portallarına istinad etmədən yayılan məlumatı əsas tutmaq informasiya hansı xassəsin pozulmasına gətirir? Təbii ki də etibarlılıq xassəsinə. İnformasiya miqdarını 3 bit artırdıqda əlifbanın gücü necə dəyişir? Yəni biz i-ni 3 bit artırırıqsa, əlifbanın gücü də 2 üstü 3 qədər artmış olacaq. Yəni 8 dəfə artar. Maqnit informasiya daşıyıcısını seçin. Maqnit informasiya daşıyıcımız bizim nəyimizdə, hansı qurğumuzdur? Sərt diskimiz. B variantı. Keçək 67-ci sualımıza. Buradakı say sistemləri müxtəlif əsaslı say sistemləridir. Biz bunları gəlin eyni say sistemində hesablayaq, sonra ikiliyə çevirək. Ən rahat yolu onluq say sisteminə çevirmək. Gəlin onluğa çevirək. 0, 1 yazırıq. 5 vurulsun 8 üstü 1, 40 deməkdir. 4 vurulsun 8 üstü 0 da 4 deməkdir. Bu bizə verir 44-ə. 1C 16-lıqdan 0, 1. 1 vurulsun 16 üstü 1, 16 deməkdir. C 12'dir. 12 vurulsun 16 üstü 0 da 12 deməkdir. Bu da verir 28. 28, bu da onluqda 28. 56, bu da 44. Verdi bizə 100. 100-ü ikiliyə çevirəcək. Gəlin indi 100-ü ikiliyə çevirək. 100-ün içində 2, 50 dəfə. Çıxıram, qalır 0. 50-nin içində 2, 25 dəfə. Çıxıram 50-ni, qalır 0. 25-in içərisində 2, 12 dəfə. 24 çıxdım, qaldı 1. 12-nin içində 2, 6 dəfə. 12 çıxdım, 0. 6-nın içərisində 2, 3 dəfə. 6 çıxdım, 0. 3-ün içərisində 2, 1 dəfə. Çıxdım, 2-ni, qaldı 1. Deməli, doğru cavabımız 1, 1, 0, 0, 1, 0, 0. Bu da A variantına uyğun gəlmiş olacaq. Sonra 68. Qlobal iqlim dəyişikliklərinin təsiri modeli hansı növ modeli adlandırmaq olar? Təbii ki də dinamik model dəyişir.
Statik model dəyişmir, tərpənməzdir. Dinamik model isə dəyişir, zamandan asılı olaraq dəyişir. 69. RGB rəng modelində ağ rəngin kodunu müəyyən edin. Ağ rəngin kodu F-lərdən ibarətdir. Qara rəngin kodu sıfırlardan ibarətdir. A variantında olan kod qırmızı rəngin kodudur. C variantında olan kod blue-nun kodudur, mavinin. D variantında olan kodu isə hansı rəngdir? Green. Bunu necə yadda saxlamaq olar? Baxın, mən öz abituriyentlərimə də dərs izahı zamanı demişəm ki, əgər RGB rəng modelində bizdən rənglərin kodunu istəyirsə, sırf hansı rəngi istəyirsə, onun yerinə F yazırıq. Yerdə qalanlara 0 yazırıq. Smeyk rəng modelində isə bunun əksini eləyirik. Hansı rəngi istəyirsə 0 yazırıq. Yerdə qalanları F və yaxud da 255 qeyd eləyirik. Verilənlərdən biri yanlışdır. Bir ağac dövrlərdən təşkil olunur. Yanlış elə cavabımız budur. A variantı yanlışdır. Digər variantlar hər halda doğru olacaq. Ağacın sonuncu təpəsi yarpaq adlanır, bəli. Ağac iyerarxik quruluşlu qrafdır, bəli. Ağacda ilgək olmur, bəli. Çünki ilgək qraf informasiya modelindədir. Ağacın başlanğıc təpəsi kök adlanır, bəli. Burada ağac dövrlərdən təşkil olunur. Biz zaten dedik ki, dövrəsiz qraf nə adlanır? Ağac adlanır. Sonra 71-ci sualımız. Onluq say sistemində verilmiş 816 ədədinin 16-lıq say sistemindəki yazılışında ilk rəqəm neçə ilə başlayır? Gəlin əvvəlcə bunu 2-nin qüvvəti şəklində göstərək. 2-nin üstü, 3-ün üstü 16. Bu da 2 üstü 48-ə. Bu ikilik say sistemindən, onluq say sistemindədir. Biz bunu 16-lıq say sisteminə çevirəndə ümumiyyətlə. Əvvəlcə nə edirik? Tutaq ki, ikilik say sistemində ifadə eləsək, bu 1 dalında 48 dənə 0, 1 deməkdir. 48 dənə 0 deməkdir. Bunu 16-lıq say sistemində ifadə eləyəndə 4-4 ayırırıq da. Ona görə 48-i bölürük 4-ə. 12 dəfə düşür, qalıq 0. Bu qalıq 0-ı 2-nin qüvvətinə atıram. 2-nin üstü 0, dalında tam istəm sıfırlarını sayır. 12 dənə 0 olacaq. Bu da bizə 2-nin üstü 0 demək, 0, 1 demək. 1 dalında 12-dən 0. İlk rəqəmi nə ilə başlayır? 1 ilə. Deməli, doğru cavab nə imiş? B variantı imiş. 72. İnformasiyanın audio təqdim edilmə formasına aid olan variantı seçin. Audio nədir? Səsdir. İndi bizə lazımdır səs. Ədədlərlə verilmiş siyahılar bank blank hesabları yox. Ədədlərlə verilmiş siyahılar bank hesabları bunlar ədədi informasiya modelinə aiddir təqdim olunma formasına. Deməli, A variantı çıxdı. Elektron kitablar, qəzetlər, reklam lövhələri burada nə olur? Deməli, adətən hərflər olur da, mətnidir bu. C variantı, taktiki nişanlar, fiziki hərəkətlər, bunlar qrafikidir. İnsanın nitqi, siqnallar, musiqi, baxın elə doğru cavabımız budur. D variantıdır. 73-cü sualımızı axırda izah edərik. 74. Aşağıdakı printer növlərindən hansında çap prosesi zərbə ilə kağıza toxunaraq aparılır? Bu matrislidədir. 75. İnformasiyanın hansı xüsusiyyəti onun təhrif olunmamış və subyektiv fikirlərdən asılı olmayan formada olmasını təmin edir. Bu bizim obyektivlik xassəmizdir. 76. Qraf informasiya modelində qapalı yol necə adlanır? Dövrə adlanır. True color rejimində kodlaşdırılmış qrafik təsvir high color rejiminə çevrildikdə həcm necə dəyişir? True colorda, gəlin götürək bunu da. Baxın, True Color'da biz piksellərimizi 16 bitlə, High Color'da isə 24 bitlə kodlaşdırırıq. İndi bunu baytla ifadə eləsə bu 2 baytdır, bu isə 3 baytdır. 2 baytdan 3 bayta gəlir. Nə olur? Daha doğrusu True Color'dan High Color'a gedir də. Yəni 3-ü böləcək 2-yə. Nə olacaq? 1,5 dəfə düşəcək, düzdürmü? Bu da 1,5 dəfə nə olar? Çevrildikdə həcm necə dəyişəcək? Azalmış olacaq. Çünki True Color 24 bitdir, yerlərini səhv yazdıq. High Color 16 bit. Bu böyükdən kiçiyə gəlir də 1,5 dəfə azalmış olur. Sonra 78. Monitorun ekran diaqonalı nə ilə ölçülür? Düym ilə ölçülür. D variantı. 79. Həll edək.
Şəbəkənin orta sürəti, yəni ötürülmə sürəti verilib, zaman verilib, həcmi sorulur. Q bərabər V tez üstündən istifadə edirik. 2048-i vuracaq 2 dəqiqəni saniyəyə çeviririk. 120 saniyə böləcək kilobayt dediyi üçün 213-ə. Bu 211-də. Bununla bu gedəndə aşağıda qalır 4. 120 ilə də 4 gedəndə qalır 30 saniyə. Deməli T 30 saniyəymiş. 80. İnformasiyanın təqdim olunma üsulları hansılardır? Baxaq. Mətin, qrafiki, səs, video, ədəd. Elə doğru cavabımız A variantındadır. Rəqəmsal analoq informasiyanın formalarıdır. B və C, D bunlar da heç onsuz da uyğun gəlmir. Keçək 81-ə. Baxın, burada qüvvətlərə fikir veririk. Bir dəqiqə. Burada qüvvətlərə fikir veririk. Baxın, 16-nın üstü 3 var, 16-nın üstü 2 yoxdur. 16-nın üstü 2 yoxdursa, deməli onun durduğu yerdə 0 var. 14 16-lıq say sistemində Y deməli. Deməli cavabımız Y ilə başlayacaq. Ya C-dir, ya da Y-dir. Amma biz dedik 16-nın üstü 2 yoxdur. Bir dənə, deməli onun yerində nə durur? 0 durur. Baxın 0 durur. Həqiqətən də gəlib Y variantını atsaq, buradakı atılışı bizə verəcək. 82. Şagirdin dərs zamanı lövhədə yazılan qeydlər dəftərinə köçürməsi hansı informasiya prosesinə aiddir? Bu informasiyanın saxlanılmasıdır da, dəftərinə yazırıq. Keçək 83-ə. Baxın, bizə 2, 5, 6, 9 rəqəmlərindən istifadə edərək rəqəmləri təkrarlanmamaq şərti ilə neçə 3 rəqəmli cüt ədəd düzəltmək olar? Görürük burada zaten sonu 2 ilə bitən, yəni cüt rəqəmlə bitən bir dənə 2 halı ola bilər. Sonda 3 dənə oyuq çəkirik, 3 rəqəmli ədəd dediyi üçün. Birinci yerdə 4 halın 4-ünü də istifadə edə bilərik. Sonuncu yerdə bizdə cüt rəqəmli ədəd olmalı, yəni 1 hal baş verə bilər. Ortada rəqəmləri təkrarlanmayan dediyi üçün ortadakı da 3 hal olur. 4 vurulsun, 3 vurulsun 1, bu da bizə verəcək 12 hala. Sonra keçək digər suallarımıza. 84. Giriş qurğularını müəyyən edin. Baxaq görək hansılar giriş qurğulardır. Printer çıxışdır, web kamera girişdir. Mikrofon bizdə nədir? Girişdir. Monitor çıxışdır. Skaner girişdir, proyektor çıxışdır. Deməli, doğru cavablarımız olacaq 2, 3, 5. 85-ci sualımıza baxaq. 85-də deyir A məntəqəsindən L məntəqəsinə, M məntəqəsindən keçmədən. Gəlin M-i onda silək. Çünki bizdə deyir M məntəqəsindən keçmədən. M-ə girib çıxan bütün oxları silirik. Aha. Digər qalan hissələri hesablayacaq. Deməli, A-dan 1 çıxdı, 1 çıxdı. B-yə 1 girdisə 1 çıxacaq. C-yə 1 girdisə 1 çıxacaq. D-yə 1, 1, 2 girib 2 çıxacaq. Y-yə 2 girdisə 2 çıxacaq. C-yə 2 buradan, 2 buradan. 4 girib 4 də çıxacaq. K-yə 4 girdisə 4 çıxacaq. Buradan N-ə 2 girmişdi, 2 də çıxacaq. Deməli, burada da 4 idi bu. 4 plus 4 plus 2. Bizə nə verəcək? 10 müxtəlif yolu vermiş olacaq. Əgər səhv eləməmişiksə 10 verəcək. Yəni bir dəfə də baxaq, deyəsən texniki səhv elədik. Deməli, A məntəqəsindən L məntəqəsinə, M məntəqəsindən keçmədən. M məntəqəsinə keçmədən. 1 çıxdı, 1 çıxdı. B-yə 1 girdisə 1 çıxacaq. C-yə 1 girdisə 1 çıxacaq. D-yə 1, 1, 2 girib 2 çıxacaq. Y-yə 2 girib 2 çıxacaq. C-yə 2, 2, 4 girib 4 çıxır. K-yə 4 girib 4 çıxacaq. L-dən N-ə də 2 girəcək. Buradan elə 4, 4, 8, bu da 2, 10. Onda neçə müxtəlif yolla getmək olar? 10 müxtəlif yolla getmək olar. Sonra 86-cı sualımıza baxaq. Aşağıdakılar hansı tək ədədlərdir? Baxaq. Biz sizlə qayda keçmişdik. Demişdi, əgər say sistemimizin əsası cütdürsə, sonu cüt ədədlə bitənlər elə cüt olacaq.
Say sistemimizin əsası tək olanda bu zaman hesablamalıyıq. İndi birinci variantda say sistemimizin əsası 2-dir. Sonra 0-la bitsəydi bu tək cüt ədəd olardı. Amma 1-lə bitib deyə təkdir. 1 olan variantı avtomatik çıxdı. Bizdə tək istəyir, üzürlü say. 1 olan variantı götürdük. İkinci sualımızda say sistemimizin əsası 8-dir. Amma bizdə sonu 2 ilə bitdiyi üçün bu cütdür. 2 olan variantı götürməyəcək. Bir dənə D variantını çevirəcək. D variantı da 0, 1, 2, 3. 3 deməkdir. 3-də 5-in üstü 3-də. Bu da 125-dir. Deməli, 3-ümüz təkdir. 1, 3 təkdir. Dördüncü variantımızda bizdə D 13 deməkdir. 16-lıq say sistemində sonu 13 ilə bitirsə, deməli təkdir. Deməli, cavabımız 1, 3, 4. Və burada da deməli 1, 3, 4, 1 verilib. Say sistemimizin əsası 5-dirsə, sonu təklə bitirsə, bu da tək olacaq. İndi gəlin birini həqiqətən də yoxlayaq. Görək bizim bu dediyimiz qayda ilə düz verirmi? Gəlin bir cüt ədədlərdən yoxlayaq, bir də tək ədədlərdən yoxlayaq. Elə gəlin birinci ilə 5-cini yoxlayaq. 5-ci də 1 vurulsun 0, 1, 2, 3 demək. 1 vurulsun 5-in üstü 3 plus 3 vurulsun 5-in üstü 2 plus 4 vurulsun 5-in üstü 1 plus 1 vurulsun 5 üstü 0. 125 plus 75 plus 20 plus 1. Bu verəcək bizə deməli 221-ə. Həqiqətən də təkdir. Deməli bunu götürdük. Sonra gəlin bunu yoxlayaq. 0, 1, 2. A'mız 10 deməkdir. 10 vurulsun 16 üstü 16-nın kvadratı plus 1 vurulsun 16 üstü 1 plus D'mizdə 10 üstü. Bunlar cüt eləyir. Cütün üzərinə tək gələndə tək verəcək. Deməli cavabımızın biri 4-dür. Bu bizə cüt verəcək. Çünki tək verəcək. 0, 1, 2, 3. 5-in üstü 3 125 deməkdir. Deməli təkimizin də biri budur. Bizdən təki soruşur. Bu zaten cüt ədəddir. Bir də birincimiz təkdir. Gəlin yoxlayaq görək həqiqətən tək verəcəkmi? 0, 1, 2, 3, 4. Bu verəcək bizə 16 plus deməli 1-in üstü 2, deməli 1-in üstü 2, 1 vursun 2-in üstü 2, 4 plus 1. Bu da bizə verir 21-i. Deməli həqiqətən bu da təkdir. Doğru cavabımız 1, 3, 4 və 5-dir. Sonra keçək növbətiyə. 87. Klaviaturanın düymələri və onların növləri haqqında uyğunluğu müəyyən edin. Deməli, idarəetmə düymələri. Baxaq görək, idarəetmə düymələrimiz bizim hansılardır? 8 dənə idarəetmə düyməmiz var. Home'dur, End'dir, Page up, Page down'dur, sağ, sol, yuxarı aşağı oxla. Bunlardan biri Home verilib, bir də Page up verilib. Deməli, birə B və Y variantı. Funksional klavişlərimiz F1-dən F12-yə gedər. Burada da F12 verir. Deməli D-dir. Xidməti klavişlərimiz isə kapsulukla deletedir. Onda 3-ə də gedəcək A və C variantı. Sonra gələk bunlarda baxaq, bitirək. Aha, dir həcmi 13 GB olan boş diskə əvvəlcə 2 ədəd 3072 MB-lıq şəkil faylı. Gəlin bunu çevirək elə gətirir. 3072-ni 1024-ə böləndə 3 GB. 2 ədəd dediyi üçün 6 GB eləyəcək. Üzərinə gələcək. 5 ədəd 1 GB-lıq mətn faylı, bu eləyəcək 5 GB. 8 ədəd 512 kilobaytlıq səs faylı əlavə olunur. Bu 8 ədəd 512-ni vursaq, 8-i 512-yə vursaq və megabaytla ifadə eləsək, bu 2 megabayt deməkdir. Deməli, bu qədər əlavə olunub. Sonra deyir, daha sonra 4 ədəd 512 kilobaytlıq mətn faylı silindi. 512-ni də 4-ə vuranda eləyir 1024. Bunu da megabaytla ifadə eləyəndə, bu da bizə verir nəyi? 1 megabaytı. 1 megabaytı. Gəlin indi bunu toplayaq. 6 ilə 5 verdi bizə 11 GB plus 2 megabayt. Bu 13 GB-dan çıxaq bunu. Boş diskə bu əlavə olunub da. Əlavə olunanları çıxaq ki, görək nə qədər yerimiz qalır. 13-dən 11 çıxanda qalır nə? 2 GB.
2 GB-dan 2 MB da çıxanda, 2 GB-dan 2-ni çıxanda, yəni 2048 meqaya çevirsə, 2048-dən 2-ni çıxanda qalır 2046. Üzərinə də bu 1 MB gəlsək, verəcək bizə 2047-ni. Diskdə neçə megabayt boş yer qalar? 2047. Əgər hesabda səhv eləməmişiksə, cavabımız bu olacaq. Sonra 89. Qrafik təsvirin informasiya həcmi 10 kilobaytdır. Piksellər verilib. Düsturumuz V bərabər AB N düsturudur. 256, 208, N bu, palitrada 256 rəngin olduğu məlumdursa. Digərim verilməyib. B, rəngim N-in verilib 256 rəng, o da 8 bit demək. Bərabərdir 10 kilobayt, 213-ə. B-ni tapanda, deməli, bu da 203 kimi yaza bilərəm. 211 eləyir, gedir, qalır 4. 4-ü də ona vuranda eləyir 40. Deməli, təsvirin hündürlüyü nə qədər imiş? 40 imiş. Cavabımız bu olacaq. Sonra keçək 90-a. 50 simvoldan ibarət olan məlumatın informasiya tutumu 250 bitdir. Bu məlumatın yazıldığı əlifbada yazılmış olan digər bir mətn faylı. Bunu hesablayacaq. Gəlin əvvəlcə buradan əlifbanı tapaq. S vurulsun I bərabər H düsturudur. 50 simvol vurulsun I bərabərdir 250-yə. I nəyə bərabərdir? 5 bitə. Tapdıq K-nı. Bizim digər düsturumuz səhifə vurulsun, sətr vurulsun, simvol. Əvvəldə də K əlifba bərabərdir həcmə. K-nı tapdıq. 5 vurulsun, 16 vurulsun, 256 vurulsun, 64. Bu cavabı kilobaytla istədiyi üçün 213-ə böləcəyik. Bu 8 eləyir, 208, bu da 206. Bu verir, ikisi bir yerdə 214. İxtisar getsə, qalır yuxarıda 2. 2-ni 5-ə vururam 10, onu da 16-ya vuranda 160 kilobaytda bu eləyir. Deməli, doğru cavabımız 160 kilobayt olmuş olacaq. Bu da bizim 2 noyabrda keçirilmiş sınaq imtahanımızın test izahı. Hər hansı bir suallarınız olarsa bildirə bilərsiniz.